Salamlar, nasıl dinləyicilər? Deməli, bugünkü mövzumuz kvadratik funksiyanın arxası olaraq, yəni ikinci video çəkirik. Yəni, bu ikinci hissə hesab olunur. Bunu mən videolar yadda qeyd edəcəm girişdə. Deməli, burada biz ancaq kvadratik funksiyanın araşdırılmasıyla bağlı məsələlərə baxacağıq. Şərtdə mən şərt bölməsində oxumuşam. Məsələn, müəyyən möcətlər var ki, orada məsələn ABC-nin şərəsi necə müəyyən olunur. Sonra orada məsələn verilmiş kvadratik funksiyanın qrafikinin hansı rübə aid olduğunu dəqiq, hansı rüblərdə yerləşdiyini dəqiq müəyyən etmək. Bu kimi suallara baxacağıq, araşdıracağıq. Misallar üzərində fikirlərimizi aydınlaşdıraq. Məsələn, buradan götürək test bankında olan suallardan başlayaq burada yazmağa bir neçəsi. Məsələn, tutaq ki, belə bir sual verilir. Verilir ki, fx bərabərdir. Fx bərabərdir, məsələn, x-in kvadratı çıx 2x çıx 6 funksiyasının qrafikini müəyyən edir. Bu funksiyanın qrafikini müəyyən edir. Yaxşı yazmaq. Deməli, fx bərabərdir. X-in kvadratı çıxılsın 2 çıx 6 funksiyasının qrafikini müəyyən etmək tələb olunur. Məsələn, burada qrafiklər verilir. Mən bir neçəsini göstərim sizə burada. Yəni, variantları mən burada qeyd edeyim. Hansı doğru variantı, onu seçmək lazımdır bizə. Deməli, tutaq ki, A variantında belə göstərilir. Əziyyək, bu şəkildə göstərilir. Deməli, Y oxu, burada X oxudur. Deməli, bu 3. Bu da mənfi 2. Deməli, qrafik şəkli göstərir. Bu vəziyyətdə göstərir qrafik. Deməli, mənfi 2. Karbon təpəməsinin koordinatları mənfi 2, 3. Şimdi B variantını göstərilir. Təzyiqləş şəkildə. Qrafiklə səviyyəsiz olsa da, yəni düzü sayın, sadəcə göstərmək istəyirəm, o həmin istəyir. Deməli, mənfi 3. Müsbət 2. Qrafikdə belə göstərilir. O vəziyyətdə. Sonra deməli, C variantında qrafik belə göstərilir. Məsələn, Y, X oxu. Deməli, mənfi 2. Müsbət 3. Funksiyon qrafikləri belə göstərilir bu şəkildə. Sonra E variantında göstərilir ki, məsələn, deməli, 2 bölüşdü təqdirləyək. Karbon təpəməsinin yanında burada yerləşir. O vəziyyətdə çəkilir. Y variantında deməli, Y buraya X. Məsələn, burada mənfi 2-dir. Mənfi 2. Sonra burada 3. Göstərilir. Funksiyanın qrafik vəziyyətləri belə çəkir. Deməli, bax, bu qrafiklərdə deyir ki, funksiyasının qrafikini müəyyən edir. Bu funksiyanın qrafikini müəyyən edir. Deməli, ilk öncə mən ən çox 9-cu sinif şagirdləri üçün bunu izah edirəm. Deməli, burada nə etmək lazımdır? İlk öncə bilmək lazımdır ki, bu funksiyanın sıfırları varmı? Yoxdur. Onu deməli eləmək üçün fx bərabər 0 təmrin həll edirik. Deməli, yazırıq. Onda deməli, x-in kvadratı çıx x minus 6 bərabər olduğu 0-a və biz bunu həll edirik. Diskriminant nə bərabərdir? 1 üstə gəl 24, o da bərabərdir 25. Yəni, diskriminant hər birini hesablaya bilirsiniz. Yəni, diskriminant hesabladınız. Ölçüsü deməli, diskriminant 25-dir. Deməli, diskriminant 0-dan böyük, deməli, 2 müxtəlif kökü var. Deməli, 2 dəfə kəsir, deməli, aksi oxunur. Onu artıq müəyyən edərdiniz. Yəni, oradan tapırsınız, x1 nəyə bərabərdir? Məsələn, tutaq ki, kvadrat kökün köklər üstünü tətbiq edirsiniz. 1 üstə gəl çıx
Kökün altında 25, 25'den 5 çıxacaq. Bölünsün 2. Bəli, o da burada müəyyən edilsin ki, x1 bərabər oldu. Deməli, -2-yə, x2 ilə bərabər olduğu müsbət 3-ə. Deməli, asyoxun -2, müsbət 3 nöqtələrində kəsir. Baxırsınız, burada da parabolanın qolları nədir? A bərabərdir 1-dir. A bərabərdir 1 və 0-dan böyük olduğu üçün parabolanın qolları yuxarıdır. Deməli, parabolanın qolları yuxarı olmaq şərti ilə -2, 3 nöqtələrində asyoxu nə edir? -2, 0 nöqtəsində və 3, 0 nöqtəsində asyoxunu kəsir. Deməli, variantımız olacaq Y variantı. Parabolanın qolları yuxarıdır. Çünki A 0-dan böyükdür, yəni A-nın qiyməti 1 0-dan böyükdür və deməli, verilmiş funksiyanın qrafiki asyoxunu 2 nöqtədə kəsir. -2, 0 nöqtəsində bir də 3, 0 nöqtələrində asyoxunu nə edir? Kəsir. Bu şəkildə deməli, müəyyən edilmək olur ki, bəli, Y variantı doğru variantdır. Belə müəyyən edirsiniz. Ümumiyyətlə, sual olunur ki, ABC-nin işarəsi necə müəyyən olunur? İndi ona aid suallarımız var, onları da araşdıracağıq. Yəni, ümumiyyətlə, verilən sualın qoyuluşu ilə bağlıdır bunlar hamısı. Yəni, sualın qoyuluşu ilə bilirik ki, məsələn, sual elə veriləndə şərtlərə görə biz deməli onu araşdırırıq. Məsələn, ola bilər ki, funksiyanın qrafiki verilir, qrafikə görə müəyyən edirik. Yəni, müəyyən şərtlər verilir, həmin şərtlərə görə araşdırmanın üsulları dəyişir. Yəni, müxtəlif üsullarla biz onları araşdıra bilirik. Araşdırmamızda birbaşa söykənir funksiyanın belə bağışlayın, verilmiş sualın şərtləri ilə bağlı olur. Yəni, verilmiş sualda şərtlər necə verilirsə, o şərtlərə uyğun biz davranırıq. Yəni, ona görə deməli, biz burada sonlu sayda müxtəlif üsullarla biz onları, verilən sualları araşdıra bilərik sonlu sayda. Yəni, bütün məsələlər eyni şəkildə araşdırılmır. Sadəcə sualın qoyuluşuna baxır. Sual hansı şəkildə qoyulubsa, o verilən şərtlər daxilində verilmiş sualı nə edirik? Araşdırırıq. Məsələn, bunu araşdırmaq belə sərf edir ki, deməli, funksiyanın sıfırını tapmaq kifayət edir ki, sən o qrafiki müəyyən edə bilərsən. Məsələn, bu araşdırmanı biz elə aparırıq. Görürsünüz ki, burada A sıfırdan böyükdür, A-nın qiyməti 1 idi və sıfırdan böyükdür, parabolanın qolları yuxarıdır. Bir dənə tapmaq lazım ki, funksiyanın sıfırları hansılardır. Onu tapandan sonra görürsən ki, deməli, bu qrafiklərdən hansı deməli, verilən sualı deməli, cavabı olar. İndi başqa bir suala baxaq. Deməli, baxaq burada, məsələn, funksiyanın qiymətlər çoxluğu ilə bağlı məsələyə baxırıq. Yəni, müxtəlif suallara bunu cavablandıracağım, müxtəlif tipli suallarını. Deməli, fx bərabərdir. X-in kvadratı, üstə gəl 2x, üstə gəl 19. Deməli, funksiyasının qiymətlər çoxluğunu tapın. İndi burada cavab variantları mən göstərməyəcəm. Çünki funksiyanın qiymətlər çoxluğunu tapmaq tələb olunur. Bir də funksiyanın qiymətlər çoxluğunu tapacaq və burada başqa bir şey yoxdur. Ona görə də heç variantları göstərmək, doğru cavabı birbaşa həll edib tapacaq. Deməli, burada funksiyanın qiymətlər çoxluğunu tapmaq üçün, bax, siz bilirsiniz ki, kvadratik funksiyanın təyin olunması bütün həqiqətlər çoxluğudur. Yəni, bax, bu funksiyanın təyin olunması df nəyə bərabərdir? Bütün həqiqətlər çoxluğudur. Bunu hamınız bilirsiniz. Nə üçün belədir? Çünki arqumentin istənilən qiymət üçün verilmiş bu ifadənin, bu kvadrat düşəldiyinin mənası var. İstənilən qiymət. Çünki tamlaşmalı ifadədir. Ümumiyyətlə, tamlaşmalı ifadələrin hər birinin təyin olunması bütün həqiqətlər çoxluğudur. Ona görə bu, deməli, bərabərliyin sağ tərəfində tamlaşmalı ifadə olduğuna görə, deməli, bu ifadənin x-in bütün qiymətlərində, deməli, bütün həqiqi qiymət, istənilən həqiqi qiymət üçün bunun mənası olduğuna görə, verilmiş funksiyanın təyin olunması bütün həqiqətlər çoxluğudur. Yəni, qeyri-həqiqətlər çoxluğudur. Bunun qiymətlər çoxluğunu necə araşdırmaq lazımdır? Uşaqlar, görürsünüz ki, burada parabolanın qolları yuxarıdır. Yəni, burada A bərabərdir 1-dir və bir də 0-dan nədir? Böyükdür. Parabolanın qolları yuxarıdır. Biz deməli, burada funksiyanın qiymətlər çoxluğunu araşdırmaq üçün, bax, bunu tam kvadrat ayırma üsulundan istifadə edə bilərik. Tam kvadrat ayırma üsulundan, deməli, biz keçən dərslərimizdə dedik ki, deməli, M-in, deməli, parabolanın təpə nöqtəsinin koordinatları olaraq hansı qüvvə düşürsə, o qüvvə görə, deməli, biz verilmiş funksiyanı, deməli, araşdırırıq. Burada da biz indi sadə bir şəkildə verilmiş bu kvadratik funksiyadır. Biz bunu özümüz tam kvadrata ayıra bilərik. Ehtiyac yoxdur da M-in, N-in düsturunu əzbər yerdə saxlamağa. Bunu məsələn biz tam kvadrata ayıra bilərik. Amma M-in, N-in düsturlarını bilirsiniz ki, M nəyə bərabərdir? M bərabərdir mənfi B bölünsün 2A-dır. Bunu keçən dərsində biz sizə izah eləmişik. Birinci videomuzda. Yəni kvadratik funksiya ilə bağlı birinci videomuzda bunu izah eləmişik. M də bərabərdir 4AC çıxılsın B-nin kvadratı bölünsün 4A. Buna bərabərdir. Bu şəkildə də biz M-i tapıb, bunu tam kvadrata ayrılmış şəkildə olar. Yəni, bunu bilməklə biz deməli verilmiş funksiyanı bilirsiniz ki,
Bizimlə də izah eləmiş onu. Y bərabərdir x minus deməli a vurulsun x minus m-in kvadratı a vurulsun x minus m-in kvadratı üstəgəl n şəklində. Bax, bunu biz bu şəkildə yaza bilirik. İstənilən kvadratik funksiyanı bu şəkildə gətirə bilirik. M və M belə təyin olunur. Yəni, parabolanın təpənəsinin koordinatları bu şəkildə təyin olunur. Bunu sizin dərsimizdən bilirsiniz. Məsələn, bunu o cürdə təyin edə bilərsiniz, amma bunu məsələn, başqa cürdə təyin edə bilərsiniz. Məsələn, tutaq ki, birinci belə təyin edək. Məsələn, M burada nəyə bərabərdir? Deməli, bilirsiniz ki, A burada 1-ə bərabərdir. Bunu yazmışıq. M də bərabərdir. Mənfi B bölünsün 2A-dırsa, bu qiymətləri yerinə yazırsınız sadəcə. Deməli, B-nin qiyməti nədir burada? B-nin qiyməti, məsələn, tutaq ki, 2 bölünsün, deməli, mənfi 2 bölünsün, 2 vuraq 1. Bu da bərabərdir, mənfi 1 edir. Mənfi 1 edir. Deməli, mənfi 1 edir, onda verilmiş funksiyanın, deməli, onda m-in qiyməti nə bərabər oldu? Mənfi 1-ə bərabər oldu. Deməli, m-in qiymətini tapa bilərsiniz, buradan m-də bərabərdir. 4 vurulsun 1, vuraq 19, deməli, çıxılsın 2-nin kvadratı. 2-nin kvadratı bölünsün 4 vuraq 1. Bu da bərabərdir. Deməli, 4 dəfə 19-u neçə eləyəcək? 4 dənə 10-un deməli 40, o da 36. 76. 76-dan çıxırsın 4-ü, bölünsün 4-ü. O da bərabərdir 72, bölünsün nə? 72 bölünsün, deməli 4. O da bərabərdir. 72 ilə 4-ə böləndə 18 dəfə düşür. Deməli, n də burada 18-ə bərabərdir. Bax, bu şəkildə təyin edə bilirsiniz. Deməli, n də burada 18-ə bərabərdir. Onda tapdıq ki, bu funksiyanın deməli, bu şəkildə yazmaq üçün yazırıq onda. Yəni, fx bərabərdir. X-in, deməli, mötərizdə x plus x minus mənfi 1-dir kvadratı. Çünki burada m-in qiyməti nədir? Mənfi 1. Sadəcə burada m-in yerinə mənfi 1 yazsın. Mənfi 1-in kvadratı üstə gəl n şəklindəyik. N-in də qiyməti nədir? N-in də qiyməti 18. Yazıq burada 18. Bu da bərabər oldu. X üstə gəl 1-in kvadratı, üstə gəl 18. Bax, bu şəkildə yazmış olur. Bunun qiymətləri çoxluğunu elə bax, buradan da tapmaq olur. Tam kvadrat aləmdən sonra. İndi o ikinci sorularla deyəcəm sizə. Yəni, bunları əzbərdə saxlamadan da, yəni onu siz tapa bilərsiniz. Tam kvadrat aləməylə. Deməli, bu şəkildə yazdıqdan sonra görürsünüz ki, deməli, burada funksiyanın qrafiki aksiyoxuna kəsişmir. Çünki onun sıfırları yoxdur. Çünki bax, bu funksiyanın sıfırları yoxdur. Bunu görürsünüz də burada, funksiyanın sıfırları yoxdur. Deməli, funksiyanın qrafiki harada yerləşir? Deməli, bax, bu şəkildə. Başı fərz edək. Burada gördüyünüz ki, m-in qiyməti mənfi 1-dir. Deməli, deyək ki, bax, bu mənfi 1-dir, fərz edək. Bu olsun, məsələn, başı 18-dən, biz bunu hamısını burada, yəni bu boyda çəkməmək üçün, burada 18 qeyd edək. Başı fərz edək ki, bu 18 nöqtəsidir. Elə 18 verilmiş, deməli, 18-ci vayət parçadır. Bu şəkildə biz bunu parabolanın təpənəsinin koordinatlarını qeyd etməklə, parabolanın qolları nədir? Üzü yuxarıdır. Deməli, bu y qoxu olsun, burada x oxudur. Bu koordinat başlanğıcı. Deməli, bax, buradan görürsünüz ki, funksiyanın qrafiki bax, bu şəkildə təxminən yerləşəcək. Təxminən bu şəkildə yerləşəcək. Deməli, ona görə buradan müəyyən eləmək olur ki, funksiyanın təyin olması mənfi sonsuzluq müsbət sonsuzluq intervalı, qiymətlər çoxluğu isə 18 müsbət sonsuzluq intervalı. Bax, burada diqqət eləsək, görərsiniz, çətin şey yox. Mənfi sonsuzluq. Bax, bu şəkildə deməli müəyyən eləmək olur ki, funksiyanın qiymətlər çoxluğu y, qiymətlər çoxluğu həmişə y ilə işarə olunur. Y bərabərdir. Deməli, 18, burada daxil olma şərti ilə 18 müsbət sonsuzluq intervalı. 18 müsbət sonsuzluq intervalı. Olacaq, deməli, funksiyanın qiymətləri çoxluğu. 18 olaraq daxil. Deməli, tapdıq ki, 18 müsbət sonsuzluq yarım intervalı, deməli, verilmiş funksiyanın nədir? Qiymətləri çoxluğu. Bəli, o şəkildə. Amma bunu, məsələn, burada qısa qeyd edeyim, yəni burada bunu belə tapmaq olur. Məsələn, fx bərabərdir, yaza bilərsiniz. Deməli, x-in kvadratı, üstə gəl 2x, üstə gəl 19 bərabərdir. Bax, burada tam kvadratı sırada ayırarsınız.
bu boyda araşdırmanı aparmaqdansa, yəni bu boyda hesablamalar aparmaqdansa birbaşa yaza bilərsiniz. Baxın, elə vaxt olur ki, bəli, sizə sərf edir ki, bununla aparsın. Çünki burada məsələn elə rəflər verilir ki, onsan tam kvartalmaqda da çətin çəkirsən. Məsələn, bu misal üçün elə bu vəziyyət, bax, bu belə araşdırmaq lazımdır. Amma başqa ola bilər ki, burada əmsal kifayət qədər böyük olsun. Onda əmsalların kifayət qədər böyük qarışıq qiymətlərində mürəkkəb formada verilirsə əmsallar, onda bax, bununla hesablamaq daha yaxşıdır. Amma bu məsələni bu şəkildə yox, belə araşdırmaq, yəni ikinci bax, belə ikinci üsulunu araşdırmamız daha məsələ uyğundur. Burada yazırsınız ki, x-in kvadratı üstəgəl 2x, üstəgəl 1, üstəgəl 18 yazmaqla bax, belə tam kvadratı ayıra bilirsiniz, bərabər oldu. Deməli oldu burada x üstə. Bu da bilirsiniz ki, x üstəgəl 1-in tam kvadratıdır. Bu şəkildə ayırdı, üstəgəl 18. Və aldınız deməli bunu. Burada çətin bir şey yox. Bu şəkildə deməli, algısı parabolanın təpə koordinatları oldu. Deməli, -1, 18. Bu oldu parabolanın təpə koordinatları. Və bunu da müəyyən edirsiniz ki, parabolanın qolları yuxarıdır, absiyokla kəsişmir, çünki sıfırı yoxdur. Gördüyünüz kimi verilmiş funksiyanın sıfırı yoxdur, qrafikini bəllidir. Və bunu da siz həll etməyə çalışsaq, əgər sıfıra bərabər etsək, burada deməli, x plus 1-in kvadratı bərabər olacaq -18-dir. O da x-in heç bir qiyməti üçün doğru olmadığına görə verilmiş funksiyanın heç bir sıfırı yoxdur. Ona görə də deməli, burada yazırsınız ki, verilmiş funksiyanın qiymətlər çoxluğu, yəni y, deməli, nə oldu? Burada x-ə istənilən qiymət vermək ola bilirsiniz. -1 verəndə bu sıfıra çevriləcək. Ən kiçik qiyməti 18 olacaq. Belə yaza bilərsiniz. Deməli, bax, bu funksiyanın ən kiçik qiyməti, deməli, x-in, deməli, bax, bu ifadənin sıfıra çevrilən qiyməti üçün müəyyən olur. Məsələn, x-ə -1 versək, bu sıfıra çevrilir. Heç qrafikə baxmadan da bunu siz müəyyən edə bilərsiniz. Parabolanın qolları yuxarıdırsa, deməli, ən kiçik qiyməti 18 olacaq. Nə üçün? Çünki burada x-ə -1 versək, bu sıfıra çevriləcək. 0-18 yəni 18 edəcək. Ona görə də birbaşa yaza bilərsiniz ki, qrafik qurmadan da yazmaq olar ki, deməli, funksiyanın qiymətlər çoxluğu 18, müsbət sonsuzluq yarım intervalı olar. Vəssalam, belə. Yəni, bu məsələni bu şəkildə araşdırmaq daha yaxşıdır. Bax, bu şəkildə araşdırmaq. Çünki, məsələn, burada görürsünüz ki, əmsallar sadə şəkildə verildiyinə görə, yəni sadəcə kvadrat ayrıla bilir, tam kvadrat ayrıla bilir. Ona görə də bir şəkildə yazmaq daha yaxşıdır. Amma əgər burada əmsallar mürəkkəb ədədlərlə verilərsə, kifayət qədər mürəkkəb böyük ədədlərlə verilərsə və yaxud da kifayət qədər kiçik onluq kəsirlərlə verilərsə, onda onu bu qaydada hesablamaq daha məqsəd olur. Çünki orada tam kvadrat ayırmaq və sizi yubadacaq orada. Müəyyən hesablamalar lazım olur ki, son tam kvadrat ayırmaq üçün burada əmsalları necə təyin edilməlisiniz, necə eləməlisiniz, necə qruplaşdırmalısınız, o biraz vaxt aparacaq. Amma bu tam kvadrat ayırmaq üçün vaxt aparmır. Ona görə siz bunu bu üsulla həll etsəniz daha yaxşıdır. Amma elə mürəkkəb olarsa, elə bu üsulla araşdırmaq daha yaxşıdır. Yəni, baxır sualın qoyuluşuna. Elə sual ola bilər ki, siz onu bunlarla, bax, emin düsturların köməyi ilə hesabla araşdırsanız daha yaxşı olur. Elə sual ola bilər ki, onu birbaşa ilə belə araşdırmaq daha yaxşıdır. Çünki burada elə bir vaxt getmir. Yəni, sizə də imtihanda vaxt lazımdır ki, deməli, yüksək sürətlə deməli, verilmiş çalışmaları araşdıra biləsiniz. Belə. Şimdi başqa məsələyə baxaq. Məsələn, burada başqa digər suallar da var. Məsələn, 41 nömrəli çalışmalar var, 41-ci test var. Məsələn, sual belə qoyulur ki, y bərabərdir, x-in kvadratı üstəgəl bx üstəgəl c funksiyasının qrafiki verilmişdir. Bax, qrafik belə verilir. Qrafik belə verilir. Bu da x-dir. Deməli, qrafik bax, bu vəziyyətdə verilir. Və göstərilir ki, verilmişdir. Qrafikinə görə, funksiyanın qrafikinə görə A və C-nin işarəsini müəyyən edir. Funksiyanın qrafikinə görə A və C-nin işarəsini müəyyən edir. Deməli, funksiyanın qrafikinə görə A, C-nin işarəsini müəyyən edir. Burada biz variantları da göstərik, hansı variantlar da bunlar.
Məsələn, tutaq ki, A variantında göstərir ki, A bölgü 0, C bölgü 0. B variantında göstərir ki, məsələn, B-nin kvadratı çıxılsın 4AC bərabərdir 0. Deməli, C variantında göstərir ki, deməli, A vurulsun B çıxılsın C böyükdür 0. Sonra göstərir ki, D variantında o birisi sualın variantlarını yazılır. Deməli, 41-ci suala baxırıq biz. Deməli, burada A bölgü 0, C bölgü 0, B variantında. Deməli, A kiçikdir 0, sonra C bərabərdir 0. Sonra C variantında A bölgü 0, C bölgü 0. Sonra D variantında A sıfırdan kiçikdir. Sonra C sıfırdan kiçikdir. Y variantında burada cavabları yoxlayar ki, birdən səhv yazılır. Deməli, A sıfırdan kiçikdir, C sıfırdan kiçikdir. Deməli, yoxlayaq A bölgü 0. Birinci variantda, deməli, A variantında verir. A bölgü 0, C bölgü 0. Sonra B variantında A sıfırdan kiçikdir, C sıfıra bərabərdir. C variantında A bölgü 0'dır, C bölgü 0'dır. Deməli, C kiçikdir 0'dır. C kiçikdir 0'dır. Böyükdür. C variantında C kiçikdir 0'dır. Sonra C sıfırdan kiçikdir. D'de A sıfırdan kiçik, C'de sıfırdan böyük. Deməli, D'de A sıfırdan kiçik, C sıfırdan böyük. Deməli, D variantında A sıfırdan kiçik, C sıfırdan böyük düzdür. Sonra Y variantında A sıfırdan kiçik, C sıfırdan kiçik. Təkrar yoxlayaq, A sıfırdan böyük, C sıfırdan böyük. B variantında A sıfırdan kiçik, C sıfıra bərabər. C variantında A sıfırdan böyük, C sıfırdan kiçik düzdür. D variantında A sıfırdan kiçik, C sıfırdan böyük düzdür. Y variantında A sıfırdan kiçik, C sıfırdan kiçik. Sual düzgün qeyd edəcək ki, sonra orada bizdə problem yaranmasın. Sorular bir-birinin çox yaxın yazıldığına görə cavab variantlarını qarışdırmışdıq. Nəysə, yaddır. Deməli, bax, burada uşaqlar bu işarələri müəyyən eləmək üçün, bax, qrafikə diqqət edək. Görürsünüz ki, grafikdə parabolanın qolları yuxarıdır. Deməli, parabolanın qolları yuxarısı A0-dan 100% böyükdür. Bu belə. Bunu belə müəyyənləşdiririk. Sonra, əgər funksiyanın qrafiki absiyoxunu 2 nöqtədə kəsirsə, yəni funksiyanın 2 sıfırı varsa, yəni x1, x2 şəklində 2 deməli, sıfırı varsa, onda deməli, diskriminator sıfırdan böyükdür. Və sonra burada görürsünüz ki, parabolanın təpə nöqtəsi hansı rübə düşür? Parabolanın təpə nöqtəsi deməli, 1, 2, 3-cü rübə düşür. Deməli, 3-cü rübdə m-in qiyməti, m nədir? Yəni, biz burada funksiyanın, məsələn, y bərabərdir, x-in kvadratı plus bx plus c bərabərdir, bunu yazsaq, a vurulsun x minus m-in kvadratı, üstə gəl n şəklində yazsaq, və burada bilirsiniz ki, m nəyə bərabərdir? Mənfi b bölünsün 2a-ya bərabərdir, m də bərabərdir, 4ac çıxılsın, deməli, b-nin kvadratı bölünsün 4a, buna bərabərdir. Və diskriminator sıfırdan böyük, yəni diskriminator bilirsiniz ki, b-nin kvadratı çıxılsın 4ac böyükdür sıfırdan. Bunları belə qeyd elədik. Deməli, m burada sıfırdan nədir? M burada sıfırdan kiçikdir. N isə n də sıfırdan kiçikdir. Deməli, m də sıfırdan nədir? Kiçikdir. 3-cü rübə yerləşdiyinə görə. M də sıfırdan kiçikdir. Nöqtənin koordinatları da, yəni parabolanın təpə nöqtəsinin koordinatları mn olarsa, əgər mn nöqtəsi 3-cü rübə düşürsə, burada nöqtənin apsisi də, ordinatı da sıfırdan nə olacaq? Kiçik olacaq. Yəni, bu şərtlər ödənəcək. Deməli, burada biz indi işarələri müəyyən eləməliyik. Deyir ki, A və C-nin işarəsi necə olar? X-in kvadratı plus bx plus c funksiyasında qrafik verilmişdir. A və C-nin işarəsini müəyyən edir. İndi burada biz birinci növbədə baxırıq ki, məsələn, tutaq ki, m
bərabərdir mənfi B bölünsün 2A və gördüyünüz kimi n burada sıfırdan nədir? N burada sıfırdan kiçikdir. Deməli, bu sıfırdan kiçik olacaq. Onda bu ekvivalent olar. Deməli, biz bunun hər tərəfini mənfi 1-ə vursaq, B bölünsün 2A sıfırdan nə olacaq? Böyük olacaq. Evet. Bax, bu, deməli, bunu biz nəzərə alsaq, bu bərabərsin hər iki tərəfini mənfi 1-ə vursaq, B bölünsün 2A sıfırdan böyük olacaq. Və buradan görürsünüz ki, A sıfırdan böyükdür. Deməli, burada da görürsünüz ki, A sıfırdan böyükdürsə, çünki parabolun qolları yuxarıdır. Onda B də sıfırdan böyükdür. Evet. B də sıfırdan böyükdür. Sonra gəlirik biz burada, B də sıfırdan böyükdür. Deməli, B də sıfırdan böyükdürsə, bax burada verilmiş parabolla, bax, diqqət edək. Deməli, parabolanın təpə nöqtəsi 3-cü nöqtəyə yerləşir. Biz gəlirik, məsələn, tutaq ki, 4-cüyə baxırıq. 4-cü, belə bağışlayın, n-in ifadəsinə baxırıq. Bax, n-in ifadəsində görürsünüz ki, 4AC çıxılsın B-nin kvadratı bölünsün 4A. Burada n nədir? N nədir burada? Mənfidir. Deməli, biz yazırıq. 4AC çıxılsın B-nin kvadratı bölünsün 4A. Bu sıfırdan nədir? Kiçikdir. Bəli. Bu sıfırdan kiçikdirsə, onda biz bunu ekvivalent götürə bilərik. Bax, burada ekvivalent götürə bilərik. Deməli, azalanla çıxılan yerini dəyişsək sürətdə, burada mənfi olacaq. Elə bunu açıq şəkildə yazıb, B-nin kvadratı çıxılsın 4AC şəklində yazıb, qarşısına mənfi ata bilərik. 4A yenə sıfırdan kiçik olmalıdır. Və bu da ekvivalent olacaq. Bunun hər tərəfini biz, məsələn, tutaq ki, mənfi 1-ə vursaq, onda alırıq B-nin kvadratı çıxsın 4AC, bölünsün 4A, böyük olacaq nədən? Sıfırdan. Bəli. Bax, elə burada görürsünüzmü? Diskriminant da sıfırdan böyük şərtini ödədi. Diskriminant da, çünki 2 nöqtədə kəsr, 2 dənə sıfır var. A da müsbətdir, qollar yuxarı. Görürsünüz, öz nə qədər doğrusudur burada. Məsələyə belə yanaşanda. Siz görürsünüz ki, bu ifadənin tam müsbət olması üçün, tam əmin olmaq üçün, burada C nə olmalıdır? C mənfi olmalıdır ki, mənfinin də əksi nə olsun? Çünki A müsbətdir burada. Bax, bu ifadə, onsuz 4A bu, 4A onsuz da müsbətdir. Bax, burada 4A-nın özü nədir? Müsbət. Çünki A müsbətdir. A müsbət olunca 4A da müsbətdir. Sonra, deməli, məxrəc müsbətdir. Sürəsinin də müsbət olması lazımdır ki, nisbət sıfırdan böyük qalsın. Ona görə deməli, burada C sıfırdan nə olmalı? C olmalıdır ki, bax, sürət də müsbət olsun. Çünki A burada müsbətdir. Deməli, 4-dəki məlum ədəddir birisi. B-nin də kvadratı, B-nin istənilən qiymət üçün o da yenə, onsuz da müəyyən edilmişik, B sıfırdan böyükdür. Bəli, onun kvadratı sıfırdan böyük olacaq və bu şəkildə, deməli, bunun müsbət olmaq üçün C burada mənfi olmalı. Deməli, biz araşdırmamıza görə tapırıq ki, bu iş, deməli, A-nın işarəsi müsbətdir, tapdıq ki, A-nın işarəsi müsbətdir, C-nin işarəsi nədir? Mənfidir. Bax, bunu tapdıq. Buna görə hansı variantdadır bizdə? Deməli, bizdə C variantındadır, bəli. Bax, deməli, C variantı doğru variantdır. Deməli, A sıfırdan böyük, C sıfırdan kiçik. Məsələn, şərh bölməsində sual olunur ki, məsələn, deyir ki, C-nin işarəsi A-dan B-dən asılı olmayaraq, məsələn, tapılır, nə bilim, ola bilər ki, A-dan B-dən asılı olmasın, C-nin işarəsini tapmaq mümkün olsun. Nə bilim, başqa müxtəlif suallar verilir. Məsələn, kvadratik funksiyanı araşdırılması üçün, əziz dinləyicilər, əsasda mən 9 siniflərini götürürəm, 9 sinif şagirdləri. Siz bilməlisiniz ki, verilən sualın qoyuluşuna görə biz onu araşdırırıq. Yəni, sual necə, hansı formada verilirsə, biz orada ola bilər ki, diskriminanta görə də araşdıra bilərik. Yəni, elə bir sualla qoyula bilər, biz diskriminanta görə araşdıra bilərik onu. Məsələn, tutaq ki, M-ə görə araşdırmarıq, diskriminanta görə araşdırarıq. Və s. Yəni, burada kvadrat tənliyin köklər sütunundakı diskriminantın ifadəsini də araşdırırıq. Diskriminant sözünün mənası bilirsiniz ki, aid etmək deməkdir. Yəni, biz burada bunu sadəcə D ilə ifadə edirik ki, yəni D-nin sıfırdan böyük, sıfırdan kiçik, sıfıra bərabər qiymətlərində o tənliyi özü necə aparır? Yəni, orada onun kökləri necə olur? Məsələn, demişik ki, sıfırdan böyük olanda 2 müxtəlif kök olur. Gördüyünüz kimi 2 müxtəlif kök var, sıfırdan böyükdür. Və demək, sıfıra bərabər olanda bir kök olur və s. Ona görə də sualın qoyuluşuna baxır o. Yəni, sualın mətnindən, qoyuluşuna görə biz deməli, verilmiş kvadratik funksiyanı neydik? Araşdırırıq. Yəni, bu sualın qoyuluşu ilə bağlıdır. Sualın mətnində nə verilir, bizdən hansı şərtlər verilir və nə tələb olunur bizdən? O şərtlərə uyğunda biz davranmalıyıq və araşdırmamızı aparmalıyıq. Ona görə burada suallar müxtəlif ola bilər. Yəni,
bütün istənilən kvalitativ funksiyanı eyni şəkildə araşdırmaq olur. O baxı sualın qoyuluşuna. Bəli. Ona görə biz burada müxtəlif məsələlərə baxırıq ki, məsələn, burada deməli, onları biz sizə tam aydınlaşdıra bilərik. Şimdi başqa bir suala baxaq. Deməli, məsələn, fərz edək, mən özümdən də elə belə suallar tərtib edin, göstərim. Burada funksiyanın qrafikinin hansı hüquqlara aid olmağına bağlı ona, məsələn, özümdən bir neçə suallar yazar. Ilə bərabər. Deməli, burada başa düşdüyümüz ki, deməli, verilmiş kvalitativ funksiyanı araşdırmaq üçün verilən şərtlərə deməli, diqqət etmək lazımdır. Baxın, biz indi araşdıraq funksiyanın qrafiki hansı hüquqlarda yerləşir. Bəli, funksiyanın qrafiki hansı hüquqlarda yerləşir. O məsələlərə toxunaq. Parametrlərlə verəcəm onu. Həm də konkret bir funksiya verərik, məlum əmsallarla və o məlum əmsallarla verilmiş funksiyanın qrafikini hansı hüquqlara aid olduğunu müəyyənləşdirir. Məsələn, fərz edək ki, deməli, fərz edək ki, ümumi şəkildə kvalitativ funksiya belə verilir. Məsələn, fx bərabərdir ax-in kvadratı üstəgəl bx üstəgəl c şəklində verilir. Məsələn, burada fərz edək a sıfırdan böyükdür və birinci alır. A sıfırdan böyükdür, yəni parabolanın qolları yuxarı olacaq. Və tutaq ki, n təpə nöqtəsinin koordinatları, parabolun təpə nöqtəsinin koordinatları fərz edək daxildir birinci rübə. Birinci rübə daxildir. Parabolanın təpə nöqtəsinin koordinatları birinci rübə daxildir. Və funksiyanın sıfırı yoxdur, məsələn, diskrima sıfırdan nədir? Kiçikdir. Bəli. Onda diskrima sıfırdan kiçikdirsə, biz burada deməli, onda bilirsiniz ki, parabolanın qolları yuxarıdır. Deməli, funksiyanın qrafiki aks yoxundan yuxarıda yerləşir. Aks yoxundan yuxarıda yerləşir. Deməli, onda belə çıxır ki, funksiyanın qrafiki təxminən bax, buna görə müəyyən eləmək olur ki, deməli, y, bu da x. Deməli, birinci nöqtə yerləşirsə, fərz edək, deməli, m nöqtəsi budur, n budur, n də tutaq ki, fərz edək budur. Çünki parabolanın təpə nöqtəsinin koordinatları birinci rübə düşürsə, onda təpə nöqtəsinin koordinatları bu vəziyyətdə verirsə, deməli, təpə nöqtə düşür birinci rübə və burada aks yoxundan kəskin parabolanın qolları yuxarı olur. Bilirsiniz ki, burada x-ə 0 deyirsək, onda f0 da mənə bərabər olacaq, c-yə bərabər olacaq. Deməli, burada o 0c nöqtəsi Euler qoxundan kəsişmə nöqtəsi olur. Deməli, 0c nöqtəsi Euler qoxundan kəsişmə nöqtəsi olur. Deməli, 0c nöqtəsi də tutaq ki, bax bu. Fərz edək, bax bu, həmin o 0c nöqtəsi. Onda parabolanın, deməli, parabola təxminən var, belə yerləşəcək. Belə. Təxminən var, belə yerləşəcək. Deməli, bu oldu 0c nöqtəsi. Bəli. Argumentə 0 verilir, deməli, funksiyanın qiyməti nəyə bərabər olur? C-yə bərabər olur. Bu şəkildə tapdıq ki, verilmiş funksiyanın qrafiki hansı rüqlərdə yerləşdir? Deməli, yerləşdir birinci və ikinci rüqlərdə yerləşdir. Deməli, qrafik yerləşdir birinci və ikinci rüqlərdə. Bəli. Bax, bu şəkildə. Əgər sual olsa ki, fx bərabər ax-in kvadrat plus bx plus c funksiyasının qrafiki a bölgü 0 şərti ilə n-in də birinci rübə aiddirsə, diskriminasiya sıfırdan kiçikdirsə, onda verilmiş funksiyanın qrafiki hansı rüqlərdə yerləşir? Bəli. Onda siz araşdırırsınız ki, bəli, verilmiş funksiyanın qrafiki, deməli, bu şərtlər verilərsə və yaxud da qrafik verilərsə, qrafikə də görə müəyyən eləmək olur. Ki, yəni göstərir ki, məsələn, və yaxud da bu şərtlər verilsin. Ona görə siz müəyyən edə bilirsiniz ki, bəli, verilmiş funksiyanın qrafiki birinci və ikinci rüqlərdə yerləşir. Biz keçən dərslərimizdə, mən o digər təkrar özümdə baxdım, orada bəzən işlətmişik ki, funksiyanın qrafiki bu rübə aid olarsa, o rübə aid olur. Biz orada ən çox m-in parabolanın təpə nöqtəsinin hansı rübə aid olduğuna görə araşdırmamızı aparmışıq. Orada funksiyanın qrafikinin hansı rübə aid olduğunu araşdırmamışıq, yəni birinci hissədə. İndiki videomuzda indi funksiyanın qrafikinin hansı rübə aid olduğunu araşdırırıq. Yəni biz keçən videomuzda m-in
parabolasının təpə nöqtəsinin hansı üluba aid olduğuna görə orada əmsalların işarələrini müəyyən etməklə məşğul idik, yəni araşdırma ilə məşğul idik. Amma burada isə funksiyanın qrafikinin hansı ülubalara aid olmağına diqqət edirik, bunu deməli yana baxırıq, o araşdırmanı aparırıq və burada şərh bölməsində dinləyicilərin maraqlandığı suallara görə biz deməli araşdırmamızı müxtəlif şəkildə aparırıq ki, yəni fikirlər tam aydın olsun. Yəni mən qrafikin hansı ülubalara aid olmağını belə araşdıranda siz orada görürsünüz ki, bəli, burada həm işarələri müəyyən etmək üçün burada deməli müəyyən məsələləri siz bilməlisiniz. Məsələn, diskriminatsiya sıfırdan kiçik olanda görürsünüz ki, funksiyanın qrafikinin aksiyosunun heç bir kəsişmə nöqtəsi yoxdur və bu da A sıfırdan böyüksə, deməli parabola ümumiyyətlə qrafik aksiyosundan yuxarıda yerləşir və s. Ona görə deməli ümumiyyətlə funksiyanın qrafik aksiyosundan yuxarıda yerləşirsə, funksiyanın qrafiki parabolanın qolları yuxarı olmaqla deməli aksiyosunun heç bir kəsişmə nöqtəsi yoxsa, aksiyosundan yuxarıda yerləşirsə 100% bu birinci və ikinci lübdə yerləşir. Harada olur olsun, istəyirsən bir qrafik burada yerləşsin, istəyirsən burada yerləşsin, harada yerləşir. Çünki onun bir qolu gedib ha baxsa, nə baxsa, Y qoxunu kəsəcək, fərqi yoxdur, yəni sonsuz uzanıb gedəcək və funksiyanın qrafikini oradan toxunu kəsəcək və oradan toxunu kəsəndə də növbəti ürübə keçəcək o artıq. Məsələn, soldadırsa, təpə nöqtəsinin koordinatları gəlir, burada soldadırsa, onda sağ qolu hardasa oradan toxunu kəsəcək. Tutaq ki, təpə nöqtəsinin koordinatları birinci ürübdədirsə, onda və toxunun kəsişmişsə, deməli, sol qolu hardasa oradan toxunu eləyəcək, kəsəcək. Bu şəkildə müəyyən etmək olur ki, verilmiş funksiyanın qrafiki birinci və ikinci ürüklərdə yerləşir. Yəni, bu şərt daxilində, deməli, burada indi MN, tutaq ki, burada da ola bilər. MN ikinci ürübədə aid ola bilər. MN burada ikinci ürübədə aid olsa, o ilə onu çəkək. Tutaq ki, MN burada ikinci ürübə aid. Tutaq ki, burada mənfi MN-də ki, bunu fərqləndirmək üçün. Məsələn, fərz eləyək, ona parabolanın qolları bu şəkildə olacaq. Yəni, bu şəkildə olacaq. Və gördüyümüz kimi yenə də, bax, bu da, deməli, bu funksiyanın qrafiki, bax, bu qrafikdə birinci və ikinci lübdə neylədir? Yerləşdir. Bax, bunu biləsiniz, burada çətin bir şey yoxdur. Sonra, yəni biz burada nə ilə müəyyən edərik? Göstərdik ki, burada da, bax, bu qrafik üçün MN deməli, hansı lübə aid oldu? İkinci lübə aid oldu. Deməli, parabolanın təpə nöqtəsinin koordinatları ikinci lübə aid olanda da, deməli, bu şəkildə deməli, müəyyən edəmək olur ki, bəli. Deməli, verilmiş funksiyanın qrafiki birinci və ikinci lüblərdə yerləşir. Yəni, burada çətin bir şey yoxdur. Sonra, ikinci məsələn, tutaq ki, belə verilə bilər ki, deməli, parabolanın qolları üzü aşağı, tutaq ki, A sıfırdan kiçikdir. Burada sonlu sayda hallar ola bilər. Mən bir neçə halı sizə izah edəcəm. A sıfırdan kiçik ola bilər. A sıfırdan kiçik olarsa, parabolanın qolları üzü aşağı olacaq, bilirsiniz. Tutaq ki, MN təpə nöqtəsinin koordinatları da fərz eləyək, elə ikinci ürübə aiddir, bəlkə ikinci ürübə aiddir və diskriminat da sıfırdan kiçikdir, fərz edək. Diskriminat da sıfırdan kiçikdir. Diskriminat da sıfırdan nədir kiçikdir? Bu araşdırmaya baxaq. Deməli, onda verilmiş funksiyanın qrafiki bu vəziyyətdə yerləşəcək. Mən bunu çəkim. Deməli, parabolanın təpə nöqtəsinin koordinatları tutaq ki, ikinci ürübə aiddir. Vəziyyət buradadır. Və deməli, diskriminat sıfırdan kiçik, deməli, ikinci ürübə aid yox, üçüncü ürübə aid edək. Çünki burada diskriminat sıfırdan kiçiksə, aksiyosun kəsilməlidir. Ona görə bir sayı. Deməli, MN burada tutaq ki, üçüncü ürübə aiddir. MN parabolanın təpə nöqtəsinin koordinatları üçüncü ürübə aiddir. Deməli, onda verilmiş, deməli, M nöqtəsi tutaq ki, burada M də bu olsun, fərz eləyək. Onda verilmiş parabolanın təpə nöqtəsi burada yerləşmə şərti ilə deməli, bax, bu vəziyyətdə yerləşir. Bu vəziyyətdə yerləşir. Deməli, bu Y qoxu, bu da X qoxudur. Deməli, bu şəkildə görürsünüz ki, deməli, parabolanın təpə nöqtəsinin koordinatları üçüncü ürübə aiddir. Çünki ona biz ikinci ürübə aid etsəydik, diskriminat sıfırdan böyük olmalıdır. Onda aksiyosun kəsəcək iki nəfədə. Ona görə deməli, şərtimiz düz olmayacaq. Bir də diskriminat sıfırdan böyük olmalıdır. Nəysə, bu vəziyyətdə diskriminat sıfırdan böyük olanda onu araşdırmaq asan olur, hələ bilirsiniz. Biz məsələ bu vəziyyətdə araşdırmaqdır. Deməli, A sıfır MN də tutaq ki, üçüncü ürübə aid oldu və diskriminat sıfırdan kiçiksə, deməli, parabola bu vəziyyətdə oldu. Onda görürsünüz ki, parabola verilmiş funksiyanın qrafiki, deməli,
hansı rüflərdə yerləşdi? 3-cü və 4-cü rüflərdə yerləşdi. Deməli, qrafik yerləşdi 3-cü və 4-cü rüflərdə. Bax, bu vəziyyət. Deməli, funksiyanın qrafiyi 3-cü və 4-cü rüflərdə yerləşdi. Görürsünüz? Deməli, burada parabolanın qolları aşağıdır və gördüyünüz kimi burada bir parabolanın məsələn, deyək ki, belə baxanda sağ qolu deyək, belə baxanda sol qolu deyək. Görürsünüz ki, sağ qolu nə edir? Oradan tokunu nə edir? Deməli, kəsir. Oradan tokunun hardasa kəsilməlidir, mümkün deyil. Çünki burada biz arqumentə 0 qiyməti versək, deməli, verilmiş C sıfırdan fərqli olaraq, məsələn, bax, həmin deməli, arqumentə 0 qiyməti versək də bu da yazar. X bərabər 0 olarsa, onda funksiyada F0 bərabər olacaq C-yə və C də bax, bu nöqtə olacaq. Oldu 0 C nöqtəsi, yəni 0 C nöqtəsi və arqumentə 0 verində funksiyanın nöqtəsi olur. Bu nöqtədə kəsdir. Deməli, yerləşdi 3-cü və 4-cü rüflərdə. Belə. Sonra başqa bir araşdırmaya baxaq. Məsələn, sual verir ki, tutaq ki, fərz edək sual verir ki, deyək ki, Jx bərabərdir, məsələn, 2x-in kvadratı üstəgəl 3x, məsələn, tutaq, açıq 4 funksiyasının qrafiki hansı rüflərdə yerləşir? Bunu müəyyən eləmək üçün uşaqlar. Görürsünüz ki, burada parabolanın deməli, A burada A-nın qiyməti 2-yə bərabərdir və 2 də 0-dan nədir? A-nın qiyməti 2-yə bərabərdir və 2 də 0-dan böyükdür. Bəli, A bərabərdir 2, o da 0-dan nədir? Böyük. Deməli, parabolanın qolları yuxarıdır. Deməli, onu tapmaq üçün, yəni hansı rüflərdə yerləşir? Ona görə də birinci növbədə parabolanın təpə nöqtəsinin koordinatlarının hansı rüfdə yerləşdiyini müəyyən etmək lazımdır. Bəli. Ona görə onu müəyyən etmək üçün məlum düsturlara görə yazılır. Biz o düsturların çıxarışını keçən birinci hissədə videoda izah edilmişik. Deməli, bildiyiniz kimi bu mənfi B bölünsün 2A-ya bərabərdir. İndi nə bərabərdir? 4AC çıxılsın B-nin kvadratı bölünsün deməli 4A-ya bərabərdir. Bunu sadəlik üçün biz belə yazmışdıq ki, diskriminant əgər B-nin kvadratı çıxılsın 4AC-yə bərabərdirsə, onda 4AC çıxılsın B-nin kvadratı mənfi D-yə bərabərdir. Yəni, burada biz bunu n bərabərdir mənfi D bölünsün 4A kimi daha yaxşı yadda saxlaya bilərsiniz, nəinki belə. Ona görə də bunu da bilmək lazımdır. İkinci dəfə onu biz sizə demişik keçən videolarımızda. Çünki deməli, onların çıxarışı ilə məşğul olmaq sizi gecikdirər, yəni imtahanda gecikdirər sizi. İmtahanda sürətli olmaq üçün bunları bu vəziyyətdə yadda saxlamağa çalışmaq lazımdır, belə. Yəni, deməli, bizim məqsədimiz imtahanı siz mükəmməl verəsiniz, yəni məqsəd olur. Yəni, elmi baxımdan. Amma bunların araşdırmasını siz hər birini bilməlisiniz. Deməli, belə. İndi buradan biz tapırıq ki, M nəyə bərabərdir? Bunu tapırıq. Mənfi B bölünsün 2A. Qiymətlərin yazısız yerinə bərabərdir. Mənfi. B-nin qiyməti bizdə 3-dür. A-nın qiyməti 2. 2 bura 2. Bilədi neçə? Mənfi 4-də 3. Sonra, deməli, M-in qiyməti mənfi 4-də 3-ə bərabər oldu. Sonra, N-in qiyməti müəyyən edirik. N-in qiyməti bərabər 4 vurulsun, yəni 4 artıq çıxılsın B-nin kvadratı, bölünsün 4A, bərabərdir. Deməli, 4 vurulsun, 2, C vurulsun mənfi 4, çıxılsın. Deməli, 4 vurulsun, 2 vurulsun C yazdıq, 4AC yazdıq, çıxılsın. B-nin kvadratı olacaq, 3-ün kvadratı. Məxrəcdə isə 4 vurulsun 2. 4 vurulsun 2. Evet. Bu qiymətləri yazar. A bərabərdir 2 bilirsiniz. B bərabərdir 3-dür. C də bərabərdir mənfi 4. Evet. Bu qiymətləri yazdıq yerinə. 4AC çıxılsın 3-ün kvadratı bölünsün 4 vuraq 2. A-nın qiyməti 2. Bunu hesablayaq.
Oldu 8 dəfə 4-ün 32, yəni mənfi 32. Çıxılsın 9, bölünsün 8. Bu da bərabərdir. Deməli, mənfi 41, bu da 8. Yəni 8-də 41, o da bərabərdir. Deməli, olacaq mənfi 5 tam 8-də 1. Mənfi 5 tam 8-də 1. Deməli, m də qiymətini tapır. Deməli, m nə oldu? Deməli, n parabolanın təpə nöqtəsi olaraq nəyə bərabər oldu? Arasılıq nə tapdıq orada? Mənfi 4-də 3. Mənfi 4-də 3. Bir də mənfi 5 tam 8-də 1. Deməli, parabolanın təpə nöqtəsinin koordinatları neçəncül bu ayrı oldu? Üçüncül bu ayrı oldu və üçüncül bu ayrı oldu. İyilik burada x olsun. Deməli, sıfır hesabına başlanğıcı. Deməli, mənfi 4-də 3. Deyək ki, mənfi 4-də 3 fəzilə farklı mənfi 4-də 3-dür. Mənfi 4-də 3. N-in qiymətidir. Sonra N-in də qiyməti fəzilə farklıdır. Mənfi 5 tam 8-də 1. Mənfi 5 tam 8-də 1 də olsun deməli N-in qiyməti və bu şəkildə biz parabolun təpəsinin koordinatlarını qeyd edəcək. Və gördüyünüz kimi burada deməli mənfi 5 tam 8-də 1. Funksiyanın qrafiki, gördüyünüz kimi burada funksiyanın qrafiki hansı lütlərdə yerləşir? Parabolanın da üzü, qolları yuxarıdır. Parabolanın qolları yuxarıdır. A0-dan nədir burada? A0-dan böyükdür. Görürsünüz ki, A-da 2-yə bərabər, A0-dan böyükdür. Ona görə parabolanın qolları yuxarıdır. Və x-ə də 0 versək, onda f0 mənfi 4-ə bərabər olur. Gördüyünüz kimi, deməli, bu həm də 0 mənfi 4 nöqtəsindən keçir qrafikində, ya da bu mənfi 5-dən 8-də bilsə, təxminən də mənfi 4-də fəziyyət budur. Deməli, onda funksiyanın qrafiki bax bu vəziyyətdə yerləşəcək. Bax belə. Burada görürsünüz ki, funksiyanın qrafiki deməli, aksiyonun 2 nöqtədə kəsilir. Baxın, diskriminat da 0-dan böyükdür. Bax, yoxlasaq görərsiniz ki, diskriminat bərabərdir. Deməli, 3-ün kvadratı edəcək 9 çıxılsın, deməli, 4 vurulsun mənfi 4 vuraq 2. Bu da bizə verir 9, üstə gəl 32. Bu da bərabər 41. Bu şəkildə verir bizə. Deməli, diskriminat 0-dan nədir? Böyük. Deməli, 3-ün kvadratı 9 elədi, çıxılsın 4 vuraq AC. A-nın qiyməti 2-dir, C-nin qiyməti mənfi 4-dür. Deməli, burada yerini dəyişəcək. Deməli, bu C-nin qiymətidir, bu da A-nın qiymətidir. Bu da C-nin qiymətidir. Sadəcə yerini dəyişəcək. Bu kadar yerini dəyişən asıl dəyişmir. Deməli, 9, mənfi 4, mənfi 4-ə vuranda 16, nisbət 16, 2 yerində 32. Bu da 0-dan görür. Deməli, 2 müxtəlif kökü var da, yəni 2 nöqtədə kəsir. Ona görə də deməli, burada indi o irrasional köklərdir. Yəni, irrasional çünki 41-dən tam kök alınmır. Tam ədəd alınmır, deməli, 41-dən. Ona görə də irrasional köklər alınacaq orada, rasional köklər alınmayacaq. Deməli, bu funksiyanın sıfırları, deməli, irrasional ədədlərdir. Ona görə deməli, burada çünki 41 kökün altına getmir. Onun kök alınmır, yəni tam kök alınmır. Ona görə də irrasional köklər olacaq. Deməli, bu şəkildə verilmiş qrafik, funksiyanın qrafiki hansı lüblərdə yerləşdir? Görürsünüz ki, bax, bunu da dəqiq müəyyən edəndən sonra, bax, ordinat topunun kəsim nöqtəsinin koordinatları, bu ordinat topunun kəsim nöqtəsinin koordinatlarıdır. Bax, görürsünüz. Deməli, 0 mənfi 4, bax, 0 birində mənfi 4 verir. Və burada müəyyən edilmək olur ki, funksiyanın qrafiki birinci lübdə yerləşir, ikinci lübdə yerləşir, üçüncü lübdə yerləşir, dördüncü lübdə yerləşir, fikir versin. Bütün lüblərdə yerləşir. Məsələn, bax, bu hissəsi dördüncü lübdə yerləşir, bu hissəsi dördüncü lübdə yerləşir. Bu hissəsi, deyək ki, sonsuz davam edir. Bilirsiniz ki, bunu sonsuz uzatmaq olar, nə qədər sizin uzadırsan. Bu hissəsi də birinci lübdə yerləşir. Bu hissəsi də, deməli, ikinci lübdə yerləşir. Birinci, ikinci, üçüncü, dördüncü lüblərdə. Bax, bütün lüblərdə yerləşir. Saçı burada bir yapmış, ikinci lübdə yerləşir. Bəzən belə səhvlər, mexaniki səhvlərdən unutur. Məsələn, burada indi görürsünüz, birinci lüb yazma olayını, ya da ikinci lüb yazma olayını birinci lüb yazmışdım. Belə şeylərə biraz diqqətli olun ki, yəni o unutqanlıqdan ola bilər falan, onun üzrü sayın, yəni. Belə şeylər olur. Bütün, yəni istəyənlər müəllim, alim, kim olduğu olsun, bəzən görsən ki, elə
unutqanlıqla, məsələn, Bakıda səhvlərə yol verilir. Onu gəl siz özünüz üzrü sayasınız ki, bəli, orada izah prosesində o fikrini aydınlaşdırmaq üçün onun insanın beyninə o qədər fikirlər gəlir ki, yəni bilmirəm ki, o fikri, hansı fikri çatısın daha uyğun məqsədə uyğun olur, əlbəttə. Ona görə bəzən adam belə səhvlərə yol verir, ona diqqət edin, üzrü sayın. Və görürsünüz, yəni özünüzdə bilirsiniz ki, burada da birinci lüb olmuyor, burada ikinci lüb olur. Yəni, birinci, ikinci, üçüncü, dördüncü lüb. Bu şəkildə elə şeylərə diqqət etmək lazımdır və üzrü saymaq lazımdır. Bəli. Özünüzü təsəvvür edin bizim yerimizdə. Dövrdə biz deyilik siz orada necə edərsiniz. Yəni bunu nəzərə almaq lazımdır. Bəli. Əsas odur ki, biz fikirlərimizi sizə aydın şəkildə çatdıra bilərik. Əsas məsələ odur. Yəni bu şəkildə gördüyünüz kimi funksiyanın qrafiki bütün rüblərdə də yerləşə bilir. Bax belə. Yəni o funksiyanın sualın qoyuluşuna baxın. Məsələn, tutaq ki, sual belə qoyulmuşdur, funksiyanın qrafiki hansı rüblərdə yerləşir? Bax, orada görürsünüz ki, biz burada parabolanın təpə nöqtəsinin koordinatlarını yazdıq və tapdıq ki, deməli, parabolanın təpə nöqtəsinin koordinatları, məsələn, bunlardır və bunlar bu nöqtənin koordinatları düşür. Bu nöqtədə düşür koordinatlarına görə üçüncü rübəyə, gördüyünüz kimi üçüncü rübəni qeyd edədik. Və parabola diskrimiната sıfırdan böyük olduğu üçün görürsünüz ki, 2 nöqtədə kəsilir və funksiyanın qrafikinə görünür ki, diskrimiната sıfırdan böyükdür, amma 41 alındığına görə burada irrasional köklər alınır. Nəysə, alınsın. Söhbət əsas funksiyanın qrafikinin hansı rübə aid olmağından gedir və bu şəkildə müəyyən eləmək olur ki, funksiyanın qrafiki hansı rübə aiddir. Mənə elə gəlir ki, əziz dinləyicilər, kvadrat funksiyanın araşdırması ilə bağlı müəyyən qədər fikirləri sizə çatdırdıq. İndi mənə elə gəlir ki, qaranlıq bir şey qalmadı. Çünki funksiyanın qrafikinin araşdırılmasında yəni birinci hissədə də biz kifayət qədər məlumat vermişik. İkinci hissədə misallar üzərində biz fikirlərimizi bir daha aydınlaşdırdıq. Amma onu unutmayasınız ki, kvadrat funksiyanın araşdırılması zamanı sualın qoyuluşuna baxır. Yəni biz orada hansı üsullardan istifadə edəcək? Hər zaman eyni üsuldan istifadə eləmirik. Hər zaman eyni üsuldan istifadə eləmirik. Bəzən görürsən ki, biz funksiyanın təpə nöqtəsinin koordinatlarını müəyyən etmək üçün, parabolanın təpə nöqtəsinin koordinatlarını müəyyən etmək üçün biz tam kvadrata ayırma üsulundan istifadə edirik birbaşa. Düsturlara məhəl qoymadan elə birbaşa araşdırırıq. Bəzən görürsən ki, orada əmsallar biraz mürəkkəb verilir. Onu da biz bu şəkildə deməli sizə verdiyimiz düsturlardan istifadə edərək onun təpə nöqtəsinin koordinatlarını müəyyən edirik və bilirik ki, onun təpə nöqtəsinin koordinatları hansı rübdə, yəni həmin nöqtə hansı rübdə düşdür və o rüblərlə biz deməli verilən sualların qoyuluşuna görə, mətndə verilən şərtlərə görə biz o məsələləri araşdırırıq. Mənə elə gəlir ki, bu qədər kifayətdir. Diqqətinizə görə təşəkkür edirəm. Gələn videolarda görüşənədək sağ olun.